Это я. Все в порядке. Если найдешь нужных людей, будет еще лучше. Алло, ты даже не можешь представить себе Германию. Tapşırmışam orada səni özümüzgülər qarşılayacaq. Darıxma. Özünü evdəki kimi hiss edəcəksən. Ладно? Как только соберешь документы, позвони. Ты знаешь мой номер. Сначала код Мюнхена, потом 321 4116. İnsanı ana bətnindən, əzəli yaradılışdan əbədi müşayiət edən mənəvi gərəklərdən biri, ən şirin nemət olan vətən sevgisi və vətəndaşlıq borcudur. Ölkənin milli təhlükəsizliyin qorunmasında müvafiq dövlət strukturlarından özgə, həm də hər vətəndaşın fərdi sayılığı önəmlidir. Ermənistanın işğalçılıq siyasəti ilə üzbəüz qalan Azərbaycanın mövcud durumu, hərbi əməliyyatların və savaşın istənilən anda yenidən başlanması ehtimalı istər-istəməz bu mövzunun daha həssas müstəviyə keçməsinə əsas verir. Ermənistan Azərbaycana qarşı səssiz müharibə aparır. Belə ki, erməni kəşfiyyat qruplarının, terrorçu birləşmələrin törətdiyi dəhşətli faciələr, amansız və ağlasığmaz qırğınlar artıq dünya ictimaiyyətinə məlumdur. Son illər ərzində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi erməni xüsusi xidmət orqanları tərəfindən hazırlanan onlarla təxribat planını və onların təşkilatçılarını ifşa edib. Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı təxribatları, eləcə də kəşfiyyat işi aparacaq şəbəkəni hazırlamaq üçün Ermənistan Təhlükəsizlik Nazirliyi bütün kontingenti səfərbər edib. Ümumiyyətlə, Ermənistan xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyəti sırf Azərbaycan istiqamətində qurulub. Kəşfiyyat işinə Azərbaycan vətəndaşlarının cəlb edilməsi Ermənistan xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətinin əsasını təşkil edir. Münaqişə bölgəsində əsir götürülən şəxslərin erməni kəşfiyyatının xəfiyyəçiliyi təklifinə işgəncələr nəticəsində razılıq verməsi kimi məqamlara da təsadüf edilir. Bəzi hallarda isə heç erməni kəşfiyyatının iştirakı olmadan da Azərbaycan vətəndaşları maddi qazanc naminə ölkənin milli təhlükəsizliyinə xələl gətirən addımlar atırlar. Elə söhbət açacağımız hadisə də bu mövzuda erməni saxtakarlığının Azərbaycanlı icraçıları barədədir. Maddi maraqlarını dövlətin mənafiindən üstün tutan Azərbaycanlı məmurlar, iş adamları, ən nəhayət Azərbaycan vətəndaşları ölkə qanunlarını pozan erməninin hərəkətlərinə nəinki göz yumur, hətta ona yardımcı olaraq bu qanunsuz əməllərin iştirakçısına çevrilirlər. O, 90-cı illərin sonlarında Almaniya Federativ Respublikasında yaşayan bacısının qonağı olur. Buradakı yaşayış ona xoş gəlir və Saratovda işləri gözlədiyi kimi alınmadığından bəxtini indi bu qərb ölkəsində mühacir kimi sınamağa qərarı gəlir. Almaniyaya getməyi və orada normal yaşayışı təmin etmək üçünsə ona Yahudi mənşəyi ilə bağlı saxta sənədlər düzəltməyi məsləhət görürlər. Mənə başa saldılar ki, Almaniyaya ancaq Yahudi mənşəyimi təsdiq edəcəyim təqdirdə gedə bilərəm. Özü də bu, ana tərəfimlə bağlı olmalıdır. Bunun üçün anamın ya da nənəmin doğum haqqında şəhadətnamələrini düzəltməliydim. Anamla nənəm Almaniyaya getmək fikrində deyildilər. Ona görə də nənəmin sənədlərini düzəltmək niyyətinə düşdüm. Doğulduğu bölgənin Şamyan rayonunun hazırda münaqişə zonasında yerləşdiyindən güman edir ki, vətəndaşların qeydiyyat sənədlərinin toplandığı arxivlər artıq məhv olub və beləliklə də nənəsinin Yahudi mənşəli olması barədə saxta sənədlər toplamaq üçün fürsət yetişir. Bu niyyətlə 1999 ilin iyun ayında Yerevana gəlir. Saxta sənədləri toplamaq üçün gərəkli adamların axtarışı uzun çəkmir. Tanışları ona doğulduğu bölgəyə Şamyan rayonuna getməyi məsləhət görürlər.
Bu zaman məlum olur ki, yuxarı Ağca kənd Sovetliyinin sədri Ruben Aydınyan Ağdərə rayonunun Umudlu kəndindəndir. Asanlıqla Aydınyanı tapıb məqsədinə nail olur. Sovet sədri 400 Amerika Birləşmiş Ştatları dolları müqabilində özünə və onun anası ilə nənəsinə doğum haqqında saxta şəhadətnamələr verməyə razılaşır. Beləliklə, bu şəxs özünə 15-111 JG 32-30-05, nənəsinə 15-111 JG 32-30-04, anasına ise 15-111 JG 32-30-07 seriyalı doğum haqqında şəhadətnamələr alır. Mən getdiyim kəndi tanımırdım. Onun dediyim ki, kənd Qarabağda yerləşir. Yolları isə uzun və dolanbacdır. Sədr bir mərtəbəli evinə girərək doğum şəhadətnamələrini gətirdi. Onları doldurub mənə verdi. Mən də buna görə pul ödədim. Milli Təhlükəsizlik Nazirliyinin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Notariat İdarəsinin Vətəndaşlıq Vəziyyətləri Aktlarının Respublika Arxivinin məlumatı 15-111 JG saylı 32-30-01-dən 32-35-00-a qədər nömrəli olan doğum haqqında şəhadətnamə blankları 1993-cü ilin 25 yanvarında 500 saylı qayma ilə Kəlbəcər rayonu Vətəndaşlıq Vəziyyəti və Aktların Qeydiyyatı şöbəsinə təhvil verilir. Bu seriyadan olan hansısa sənədlərin yenidən istifadəsi yol verilməzdir, həmçinin digər belə sənədlər saxtadır. 1999-cu il sentyabrın 8-də Bina Hava Limanında Bakı-Samara reysinə minik zamanı Rusiya Federasiyasının vətəndaşı Qriqori Satovski sərhədçilər tərəfindən şübhəli şəxs qismində saxlanılır. Aparılan ilkin sorğu nəticəsində həmin şəxs təqdim etdiyi pasportun ona məxsus olmadığını və Azərbaycana saxta sənədlərlə gəldiyini etiraf edir. Məlum olur ki, onun əsl adı Vladimir Ashxotoviç Suqyandır. Vladimir Suqyan 1968-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Şamyan rayonunda, yuxarı Ağca kənddə doğulub. Milliyyətcə ermənidir. 1977-ci ildə ailəliklə Bakıya köçən Vladimir Suqyan 1984-cü ildə Azərbaycanı tərk edir. Əvvəlcə Baltik ölkələrində, 90-cı illərin ortalarından isə Rusiya Federasiyasının Saratov şəhərində yaşayır. Hazırda Rusiya vətəndaşıdır. Ailəlidir, bir övladı var. Saratov şəhəri 2-ci Sadovaya küçəsi ev 6, mənzil 139 ünvanında qeydiyyatdadır. Phoenix 97 firmasının direktor əvəzidir. Saratova qayıdandan sonra sənədləri Almaniya konsulluğuna təqdim etdim. Orada mənə dedilər ki, sənədləri qeydiyyata almaq üçün onlar rəsmi təsdiq olunmalıdır. Mənə bildirdilər ki, sənədləri ancaq Ədliyyə Nazirliyi təsdiq edə bilər. Dedilər ki, bu Yerevanda mümkündür. Orada erməni genosidi ilə bağlı Azərbaycan arxivləri var idi. Mən Yerevana gəldim. Bir gün içində Ədliyyə Nazirliyi tərəfindən mənə blanklar və 1961-ci ilə aid sənədlər verdilər. Yuxarı Ağca kənd Sovetliyinin sədri Ruben Aydınyandan 400 Amerika Birləşmiş Ştatları dollarını aldığı saxta sənədləri 150 Amerika dolları müqabilində Ermənistan Respublikasının Ədliyyə Nazirliyində təsdiq etdirir. Nəhayət, saxta sənədlərini hüquqi əsaslarla qaydaya saldığını düşünən Suqyan Saratova qayıdır. Lakin Almaniya Federativ Respublikasının Saratov şəhərindəki konsulluğu həmin sənədləri qəbul etmir. Konsulluğun əməkdaşları bildirirlər ki, Şamyan rayonu Azərbaycanın inzibati ərazi vahidinə aid olduğundan doğum haqqında şəhadətnamələri də Ermənistanın yox, Azərbaycan Respublikasının Ədliyyə və Xarici İşlər Nazirlikləri təsdiq etməlidir. Azərbaycanın dövlət strukturlarına müraciətin prosedur qaydaları ilə tanış olmaq üçün konsulluqdan ona Abram Mixayloviç Federmana müraciət etməyə məsləhət görürlər və bildirirlər ki, Sumqayıt şəhərinin keçmiş sakini Federman da bir müddət öncə eyni problemlə üzləşsə də yaranan hüquqi anlaşılmazlığı çox asanlıqla həll edib. O, Federmanla telefon əlaqəsi yaradır.
Sonuncu ona Azərbaycanın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət etməyə məsləhət görür. Saratovdan zəng vuran Suqyana bildirirlər ki, məlum problemin həlli Ədliyyə Nazirliyinin səlahiyyətinə aiddir. Vladimir Suqyan bu dəfə Ədliyyə Nazirliyi Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin aparıcı mütəxəssisləri Fikrət Mustafaoğlu Mirzəyev və Bəxtiyar İbrahimoğlu Muradovla əlaqə yaradır. Ədliyyə Nazirliyinin işçisi Fikrətlə əlaqə saxladıqda o dedi ki, problem yoxdur, sənədləri göndər, həll edək. Təəssüf ki, Azərbaycanlı məmurlar Vladimir Suqyanın əməkdaşlıq təklifinə elə ilk andan razılıq verirlər. Təbii ki, müftə yox, 2000 Amerika dolları hesabına. Yalnız Suqyanın sənədlərini Fikrət Mirzəyevə çatdırılmasında problem yaranır. Lakin elə bu çətinliyi də Azərbaycanlılar, Suqyanın Saratovdakı dostları həll edirlər. Azərbaycanlı dostum Xancandan xahiş etdim ki, həmin sənədləri Bakıya aparsın. Dostum xahişimi yerə salmadı. Bizim çox gözəl münasibətimiz var. Mən Azərbaycanda doğulduğumdan bu xalq ilə yaxınam. Saratovdakı başqa Azərbaycanlılar da dedilər ki, sənə kömək edəcəyik. Xancan Bakıya gələrək sənədləri Fikrət Mirzəyevə verdi. Saxta sənədlər Fikrət Mirzəyevə çatsa da, o doğum haqqında şəhadətnamələrin təsdiqini gecikdirir. Suqyan Mirzəyevə dəfələrlə zəng etsə də konkret cavab verməkdən yayınır. Belə olan təqdirdə sonuncu qəti addımlar atmağa qərarı verir. Fikrətlə dəfələrlə telefon əlaqəsi yaratdım və məsələni necə həll edəcəyini soruşdum. O mənə müxtəlif bəhanələr söylədi. Gah sənədlərimi itirdiyini, gah sənədlərin saxta olduğunu, gah da əlindən alındığını deyirdi. Xancan mənə zəng edib dedi ki, Moskvaya gəl, Misir adlı şəxsə 2000 dollar pul ver. Mənə məlum oldu ki, Misir Fikrətin iş yoldaşı Bəxtiyarın qohumudur. Misiri aeroportda görmədim. Düzü onu heç üzdən də tanımırdım. Fikrətə telefon açdım. Başa düşdüm ki, o yalan danışır. Əsəbləşdim və ona telefonda kobudluq etdim. O əvvəl dedi ki, məzuniyyətə gedir. Qayıtdıqdan sonra mənim məsələmi həll edəcək. Mən isə düşündüm ki, bu məsələ ilə özüm məşğul olum. Bakıya gəlişində ciddi problemlərlə qarşılaşacağını anlayan Suqyan, kömək üçün bu dəfə də Azərbaycanlara müraciət edir. Dostu Zakir Bilaloğlu Abbasov onu Bakıya aparmağa və qarşıya çıxa biləcək bütün problemlərin həllində yardımcı olacağına söz verir. Hətta saxta pasport tapmaqda da Suqyana kömək edir və Qriqori Satovskinin sənədlərindən istifadəni məsləhət görür. Satovski mənim işçimdir. Biz bir-birimizə çox oxşayırıq. Zakir də pasporta baxdıqdan sonra dedi ki, bu sənədlə Bakıya gedə bilərəm. Suqyanın Azərbaycan Respublikasına daxil olması Milli Təhlükəsizlik Nazirliyinə bəlli idi və o Bakıya gəldiyi andan Milli Təhlükəsizlik Naziri əməkdaşları tərəfindən nəzarətdə saxlanılırdı. Əsas məqsədimiz Suqyanın Bakıya gəlişinin plan və niyyətlərini öyrənmək və onun Bakıdakı əlaqələrini aşkar etmək idi. Onun hər əlaqəsi, təmasda olan şəxslər biz tərəfdən müəyyən edildi. Bakıda olarkən
Sugyan Vladimir Ədliyyə Nazirliyində olmuş və orada onun saxta sənədlərini təsdiq etmək üçün vəzifəli şəxslərlə təmasda olmuşdur. Həmin şəxslər Sugyanla sövdələşmiş və 2000 ABŞ dolları məbləğində rüşvət tələb edərək həmin saxta sənədləri təsdiq etməyə söz vermişdir. 1999-cu ilin sentyabrın 5-də Qriqori Satovski adı ilə Bakıya gələn Vladimir Sugyanı Azərbaycanlılar bu dəfə də çətinlikdə qoymurlar. O, Zakir Abbasovun qardaşı ailəsinin qonaqpərvərliyindən gembol istifadə edir. Bizi aeroportda Zakirin qardaşı Zahir qarşıladı. Yanında yeniyetmə qızı da var idi. Biz onun maşını ilə bağ evlərinə getdik. Bizi qonaqpərvərliklə qarşıladılar. Birlikdə yemək yedik. Mən böyük ləzzətlə armudu stəkanda çay içdim və Azərbaycanı xatırladım. 3 gün Bakıda Sugyanın qalmağı Abbasov qardaşları tərəfindən həyata keçirilirdi və onlar əlindən gələn köməyi həmin şəxsə eləyiblər. Onlar bilirdilər ki, Sugyan Azərbaycana saxta sənədlə gəlib, onun gəlişi saxta sənədlərin, əldə etdiyi saxta sənədlərin legallaşdırılmağıdır. Buna baxmayaraq, heç bir müvəffiq hüquq mühafizə orqanına xəbər verməyiblər. Ondan da əlavə, hətta ona köməklik eləmək istəyiblər bu işdə. Bakıya gəlişinin səhəri gündən etibarən Sugyan Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin aparıcı mütəxəssisi Fikrət Mirzəyevlə əlaqə yaratmağa çalışır. 2 gündən sonra Mirzəyevlə telefonla danışmağa müvəffəq olsa da, ondan konkret cavab ala bilmir. Məzuniyyətdə olduğunu bildirən sonuncu, işə qayıtdıqdan sonra onun problemlərinin həlli yolunda çalışacağını bildirir. Sugyan aldatıldığını başa düşür. Bu dəfə Xarici İşlər Nazirliyinə müraciət edir. Oradan bildirirlər ki, sənədləri təsdiq etmək üçün Saratov şəhərindəki müvafiq dövlət strukturuna rəsmi müraciət etməli, daha sonra Xarici İşlər Nazirliyi aparacağı araşdırma nəticəsində rəy verməlidir. Nənəsinin Yahudi mənşəyini Azərbaycanda təsdiq etdirə bilməyəcəyini yəqinləşdirən Vladimir Sugyan geri dönməyi qərara alır. Abbasovlar ailəsi Sugyana avtobus vasitəsilə Dağıstan istiqamətindən geri dönməyi təklif edir. Lakin o daha artıq vaxt itirməmək üçün Saratova təyyarə ilə qayıtmağı qərara alır və Abbasov qardaşları onun üçün saxta pasportla Samara reysinə bilet alırlar. Aeroportda bizi 3 kişi qarşıladı. Onlar bizə bilet verdilər. Mən Abbasovlarla görüşdüm. 3 kişidən biri məni trapadək ötürdü. Sərhəd məntəqəsinə yaxınlaşarkən məni saxladılar. Sugyan Vladimir Bakını tərk edərkən sərhəd nəzarətini keçəndə şübhə doğrulmaq üçün saxlanmışdır. Şübhə doğurmasın. Onun saxlanılması sərhədçilər tərəfindən saxlanılmışdır. Onunla ilkin söhbət aparılmış və o bildirmişdir ki, həmin pasport saxtadır. Özü Satovski deyil, özü Sugyandır. Sugyan artıq Milli Təhlükəsizlik Nazirliyinin nəzarətində idi. Onu Bina Hava Limanında müşahidə edən Zakir Abbasovsa Sugyanın həbs edildiyini görərək səhərsi gün Dağıstan istiqamətindən avtobusa minib Azərbaycanı tərk edir və Saratova gedərək Sugyanın qohumlarına onun həbs edildiyini bildirir. Vladimir Sugyanın hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin əlamətlərinin mövcudluğu nəzərə alınaraq, materiallar Daxili İşlər Nazirliyi Hava Nəqliyyatında Baş Polis İdarəsinə göndərilir və 1999-cu ilin sentyabrın 24-də onun barəsində cinayət işi qaldırılır. Daha vacib bir məqam, Sugyanın hüquqlarını müdafiə etmək üçün Saratovdan ailəsinin göndərdiyi vəkil də Azərbaycanlı olur. 2000-ci il yanvarın 5-də SBF rayon məhkəməsi tərəfindən Vladimir Aşotov Sugyan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin əməkdaşları Fikrət Mirzəyev və Bəxtiyar Muradov isə vəzifələrindən sui-istifadə etdiklərinə görə ədliyyə orqanlarından xaric edilirlər.
hər bir erməni millətinə mənsub olan şəxs diaspora ilə də bağlıdır və heç kimə də bu sir deyil ki, erməni diasporası erməni xüsusi xidmət orqanları ilə sıx təmasdadır. Və əlbəttə ki, bu kontingentdən olan şəxslər erməni xüsusi xidmət orqanlarının diqqətindən yayınmırlar. Bu isə Suqyanın məhkəmədən sonra etdiyi etiraflardır. Gözlərimiz önündə əsl erməni xislətidir. Miskin, qorxaq, yaltaq erməni. Mən Azərbaycanı yad ölkə hesab etmirəm. Mən burada doğulmuşam və böyümüşəm. Azərbaycan xalqına böyük hörmətim var. Bu dili də yaxşı bilirəm. Cəza çəkdiyim İslah Əmək Düşərgəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Yemək, istirahət yüksək səviyyədə idi. Mənə çox yaxşı münasibət bəsləyirdilər. Əslində mən buna heç şübhə də etmirdim. Çünki Azərbaycanlıların mənə pislik etməsi mümkünsüzdür. Ona görə ki, mən bu xalqa ağrı verməmişəm. Həmişə onu dəstəkləmişəm. Suqyanı Saratov şəhərindən Bakıya yola salan Azərbaycanlılar olub. Burada Bakıda onu Azərbaycanlılar qarşılayıb. Həmin müddəti, Bakıda olduğu müddəti Azərbaycanlılar onun yanında olublar və onun bütün hərəkətlərində ona köməklik göstərib. Və mən sizə bir şey də qeyd edeyim ki, hətta Suqyan cinayət məsuliyyətinə cəlb olunanda Rusiya Federasiyasından vəkil gəlmişdi. Suqyanın ailəsi vəkil tutmuşdu ki, onun hüquqlarını müdafiə eləsin. Həmin vəkil də milliyətçi Azərbaycanlı olub. Məhkəmənin hökmü ədalətli və düzgündür. Sevinirəm ki, etdiyim səhvi mənə vətənimdə başa saldılar. Özü də bunu ancaq həqiqəti deyən insanlar etdilər. Mən çox təəssüf edirəm səhvimə görə. Ancaq yenə deyirəm, mənə yaxın insanlar səhvimi tutduqlarından çox sevinirəm. O insanlar ki, onlarla bir vətəndə böyümüşəm. Bu fikirləri süni də saymaq olar. Ancaq Suqyanın millətimizdən heç bir pisliyi görməməsini, əksinə qanunsuz əməllərini Azərbaycanlılara güvənərək etməsini nəzərə alsaq, bu erməninin səmimiyyətinə şübhə etmək mümkünsüz olur. Axı Suqyana qanunsuz sənədləri hazırlamağa söz verən, eləcə də sənədləri daha sonra onun özünü Azərbaycana gətirən, saxta pasportdan istifadəni məsləhət görən, Bakıda yüksək səviyyədə qarşılayan və yola salan, onun həbs olunma xəbərini ailəsinə çatdıran, daha sonra onun hüquqlarını qoruyan insanlar məhz Azərbaycanlılardır. Bu vətəndaşlarımızdan bir qismi maddi maraqlara, digərləri isə dostluğa görə ona Azərbaycanda qanunsuz əməllər törətməkdə yardımcı olublar. Vladimir Suqyanın erməni kəşfiyyatına mənsubluğunu yoxlamaq, bu barədə müvafiq instansiyaları məlumatlandırmaq kimi vətəndaşlıq borcuna aid olan elementar proseduralarsa, bu Azərbaycanlılar heç ağlına da gəlməyib. Belə münasibət isə artıq sayılığı itirmək yox, vətəndaşı olduğu ölkənin mənafələrinə zərbə kimi dəyərləndirilir.